Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir One Man Squad videosuyla qarşınızdayım deməyəcəm. Çünki mod gedibdi, güncəlləmələr gəlməyibdi. Ona görə gördüyünüz kimi WoW xəritəsi düzəldirik və sizinlə birlikdə WoW xəritəsi düzəltməyi planlayıram. Gördüyünüz kimi ilk növbədə canlanma cihazlarımızı qoyuruq və içindəki ayarları düzəldirik. Qayd elədik. 2 vs 2 bir xəritə düzəldəcəyik. Məncə yəni burada yaxşıdır. Qayd eləyək, kopyalayaq bunu. 3 mərtəbədən başladıq bu ikinci komandanı da. İkinci takım olaraq qeyd eləyək. Komandalarımız hazırdır. Deməli, öyə vermə cihazı yerləşdirək bura. 2 səviyyə kask, 1 səviyyə yelək, sumka da 2 olsa olar. Birinci silahımız deyək biz məsəl üçün P90. İkinci silah FAMAS, 3 bomba, 1 molotov, 1 dənə lazer, medkit və adrenalin şırınqası. Öyə verdiyirik 1-dən 4-ə qədər olan canlanma nöqtələrini bura əlavə edirik. Sonrasında zamanlama cihazını əlavə edirik. Bunları bağlayıb 3 saniyəyə qaldırırıq bunu. Təməl mavi bölgə əlavə edirik bir dənə də. Bunda 50 metr böyüklük məncə yaxşıdır. Alan çölünə çıxan kimi 100 hasar verib öldürəcək. Sondan ikinci yerə gəlirik. Buradan zamanlama cihazını əlavə edib sayacı tamamla deyirik, qayd edirik. Ən önəmli olan da tur yönetim cihazıdır. Buradan birinci tur olaraq qeyd edirik. Gəlirik. Sondan üçüncüyə tur başlanğıcına əlavə edirik canlanma cihazlarını etkinləşdir halında və sonuncu olaraq zamanlama cihazı sayacı başlat deyirik. İlk turumuz hazırdır. Keçirik ikinci turumuza. Gəldik ikinci turumuza. İkinci turumuzu Prison Market olaraq bildiyimiz yerə gəldik. Burada DBS fight verəcəm. Deməli, yenə də bunun ayarlarına giririk. Tək takım və heç biri eləyib cihazı da oyunda göstərmirik. Bunları bura yapışdıraq. Copy. İkinci komandanı da üzbə-üzə qoyduq. Bunu da qayd elədik. Çox sürətli idi. Bunu da yapışdır bura. Deməli, biz nə silahlar verəcəyik? Bir DBS olacaqsa, mütləq ki, kask 1 səviyyə, yelək 2 səviyyə, sunkanı da 2-dən verək. DBS və manyetik silah verək. Medkit verək, adrenalin verək, 3 dənə bomba verək, 4 dənə bomba, 1 dənə molotov, belənçinə, bir dənə DBS-ə lazer verək də. Öyə verdiyirik təzdən, bu dəfəsə 5-dən 8-ə qədər olan cihazları əlavə edirik, ilk 4-ə dəymirik, 7 və 8, bunlar qayd edildi. Yenə birinci turda olduğu kimi zamanlama cihazı əlavə edirik, 3 saniyəyə çəkirik bunu. Təməl mavi bölgəni qoyuruq. İndi sizdə alan böyüklüyü nə qədər olacaqsa ona uyğun düzəldirsiniz. Mən 50 metr mənim üçün yaxşıdır. Bunu da 100-ə qoyaq, bağladıq. Zamanlama cihazı 2-ni əlavə edib sayacı tamamla deyirik. Son tur yönətimi də əlavə elədik bura. İkinci tur olaraq bu dəfə qeyd edirik. Tur başlanğıcına girdik. 5-dən 8-ə qədər olanları əlavə edirik bura və son olaraq zamanlama cihazı 2-ni əlavə edib sayacı başlat deyirik və ikinci turumuz da hazırdır. Üçüncü tur üçün keçid eləyək. Skula, tava fight'ı verək adamlara. Üçüncü turumuz üçün keçid elədik. Bu bölgəyə hasarlardan verərik də. Bu hasardan o hasara. Buradan ora. Canlanma cihazını ilk növbədə əlavə eləyək. Bunun iç ayarını düzəldək. Sonrasında bunu kopyalayaq. Bura qoyduq. Keçirdik. Qarşıdakı yerin arxasına qoyaq bir dənəsində. Bunu da takım 2 olaraq qeyd elədikdən sonra bu da hazırdır və yenə gəldik. Vermə cihazını yerləşdirək bura. 3 kask ilə deyək bu dəfəsində biraz çətinləşdirək də. Amma sniper fight verək. M24 ilə
M24 ilə Musin. M24 Musin uzaq fightda onsuz da o qədər skopa ehtiyacları yoxdur. Uzaq başa susturucu verək. 2 dənə M24-də uzatılmış verək. Öyə ver yerindən 9-dan 12-yə qədər olan canlanma nöqtələrini qeyd eləyək. Bu hazır. Zamanlama cihazını əlavə edirik. Hər dəfəsində X-i basıram da onu qoyanda. Bunun da ayarlarını o birisilərindəki kimi düzəldirik. Yəni daha önce öyrəşdik deyə daha demirəm onları. Burada bunu 100 eləyək. Yəni ki 50 balaca olacaq. Göz qərarı düzəldirəm indi, düzdür. Buradan zamanlama cihazı 3, sayacı tamamla. Sonuncu olaraq tur yönetimi də əlavə elədik bura. 3-cü tur qeyd elədik. Tur başlanğıcına 9-dan 12 kimini əlavə eləyək. Zamanlama cihazı 3, sayacı başlat. Və 3-cü turumuz da hazırdır. Gördüyünüz kimi bu qədər sadədir əslində, yəni böyük bir iş görmürük. Keçid eləyək 4-cü bölgəyə. 4-cü bölgəmiz hara olsun deyə fikirləşirəm. Gəldik bura 4-cü bölgəni bura verəcəm. Spray fight olsun burada. Deməli canlanma nöqtəsini qoyaq bura. Tək takım heç biri. Bunu da bağladıq. Okay. Bunu qoy bu yana qoyaq. Bu komandanı da qoyaq bura. Çox sürətlə qaçırıyor oyuncu. Onu artırmışam. Bunu da qoyduq bura. Bunu da ikinci komanda elədik. Deməli veririk biz bunlara əsas olaraq öyə vermə cihazından 2 başlıq, 3 yelək, 3 çanta, M4, UMP. Deməli M4 UMP-nin ekləntilərini buradan əlavə eləyək. Dikey tutamaq, açılı tutamaq, M4-ü açılı ilə işlədənlər də olur. Onları da nəzərə alaq. Uzun hızlıları əlavə eləyək. Son olaraq M4-ün dipçiyi və skopları əlavə eləyək. 3, 4, 6 hamısından istifadə edənlər olur. Ona görə hamısını əlavə eləyəcəm. 3 dənə bomba, bir dənə molotov, 3 dənə də sis. Öyə verdiyirik təzdən. Burada da 13-dən 16-ya qədər seçirik. Dördüncü turumuz da hazırdır. Keçid eləyək sonuncu turumuza. Və gəldik sonuncu tur, 5-ci tur. Skull'a tava fight'ı verəcəyik burada adamlara. Ona görə Skull ən idealıdır. Bunun iç ayarlarını düzəldək. Heç biri bunu bağladıq. Bunları əzbərdən bilirik. Yəni hamısında belənçə eləmək yəni lazımdır da. Plus əlavə olaraq ayarlarına təzədən baxmaq lazımdır ki, bir qarma qarşılıq olur, sonra o boyda xəritə heyf olmasın. Biz buradan deməli tava fight'ı verəcəkdik. Öyə vermə cihazı. Bir səviyyə qoy kask yeləyinə olsunlar, daha rahat tez qutarsın. 2, bunları heç nə vermirik. Qayd eləmişdik onu, eləməmişik. Qayd elə, tapanca yuvasından heç nə vermirik. Tava veririk. Bir dənə medkit, bir dənə adrenalin olsun. Bu qədər bəsdir. Öyə verdiyirik. Ən axırda 17-dən 19-a qədər sonuncu turun cihazlarını əlavə eləyirik bura. Zamanlama cihazı. Təməl mavi bölgə cihazı. 50 metr idealdır. Bunu da bağladıq. Cihazı etkinləşdir deyib zamanlama cihazı sayacı tamamlan dedik və sonuncu olaraq tur yönetimi əlavə edirik. Bunun içində düzəldirik və xəritəmiz hazır olur. Sayacı başlatdıq və sonuncu turumuz da hazırdır. Sadəcə olaraq bir dənə buranın şəklini çəkək.
4 nöqtəni vurduq. Fotoğraf çəkdik. Bunun şəklini çəkdik, kayd etdik və 2 dənə bölgənin şəklini çəkmişik. Yox, 2 dənə bölgə yox, bu səhvdir. Yoxsa yox, bu da var idi. Hə, eynən, o da var. İndi isə kayd eləyək xəritəni. Kayd et, çıx. Və bəli dostlar, gördüyünüz kimi xəritəmizin adı, xəritəmizin açıqlaması və xəritəmizin adı, açıqlaması, etiketi, şəkli hazırdır. Paylaş deyirik və təxmini incələmə sürəsi, yəni xəritəmiz yoxlanılacaq və bizim əlimizə təzədən qaytarılacaq. Yəni yayınlanacaq xəritəmiz. Paylaş deyirik, şimdi yayınla deyirik və xəritəmiz yoxlanılacaq. Sonrasında 1-3 iş günü ərzində yoxlanılandan sonra yayınlandı bölməsinə düşəcək. Videonu sonradan izlədiyiniz üçün təşəkkürlər. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın zəhmət olmasa. Gələn videoda görüşmək üzrə. Bye.